Unionla qızıl fürsət əldən vermiş Galatasaray Monako səfərindən qalib ayrılmaqla play-off məsələsini həll edə bilər. Çünki rəqib həm kadr, həm də ki oyunçu krizisindədir. Siz kanalımıza abunə olun, biz isə Monako Galatasaray oyunun detallı analizinə keçək. Bir tərəfdən Monakonun sadəcə olaraq quru heyətinə baxsaq və FIFA dilində Monakonu süzgəcdən keçirsək, burada Ansu Fati, Paul Pogba, Erik Dyer kimi futbolçular var. Hamısı öz karyeralarının müəyyən mərhələsində çox parlaq oyunçu olub, çox uğurlu olublar. Lakin digər tərəfdən bir qədər o icebergin görünməyən tərəfinə getmək yetər ki, və hətta görünən tərəfinə də, məsələn, Fransa çempionatının turnir cədvəlinə baxsaq və ya Çempionlar Liqasındakı durumuna baxsaq, görərik ki, Monakoda işlər qaydasında getmir. Çünki komanda ötən mövsümdən Adi Hütter ilə çalışırdı. Adi Hütter əslində ilk mövsümdə uğurlu nəticə verərək Monakonu Fransa çempionatında top 3-lüyə daşıdı. Bu isə avtomatik olaraq komandanın Çempionlar Liqasına vəsiqəsi demək idi. Digər tərəfdən komanda mövsümün əvvəlindən zədələr epidemiyasından əziyyət çəkir. Ona görə də kim varsa, kim ümumiyyətlə sağdırsa, meydana çıxa bilirsə, həmin oyunçulara uyğun olaraq Hütter 4-3-3 və ya 4-2-3-1 taktikasından dəyiş-düyüş edərək adaptiv futbol oynamağa çalışırdı və bu an komanda rəhbərliyi baş məşqçini dəyişmək qərarına gəlir. Onun yerinə isə öz Ruben Amorimini və Manchester United-ni qurmağa başlayır Monako və Galatasarayın bir tur əvvəlki rəqibi olan Union Saint-Gillois'in baş məşqçisi olan Pocognolini komandaya dəvət edir. Mən nahaq yerə Ruben Amorim və Manchester United ilə Monakonu və xüsusilə də Pocognolini müqayisə etmədim. Çünki Amorimdə olduğu kimi Pocognoli də üçlü müdafiə ilə oynayır. Belə qısa danışsaq, Monako heyət olaraq 4-3-3 və ya 4-2-3-1-ə ideal oturan bir komandadır. Amma Pocognoli 3-4-2-1 və ya 1-2 taktikasıyla oynadığına görə üçlüyə keçdi. Manchester United daha bir oxşarlıq ondan ibarət idi ki, onun buna ümumiyyətlə heyəti yoxdur. Biz indi personallarda izah etməyə çalışacağıq ki, Monakoda hansı elementlər işləmir və sözün həqiqi mənasında nəinki işləmir, bərbad şəkildə, çox pis şəkildə iflasa uğrayır. Üçüncü tərəf Manchester United rəhbərliyini Monako rəhbərliyinə bir-birinə oxşadan odur ki, mövsümün birinci yarısında komanda məşqçini göndərir. Əgər Erik ten Hag'ın halında bu uğursuz start idi və ondan əvvəlki mövsüm çox uğursuz idi. Bu halda isə Adi Hütter'in problemi bir növ rəhbərliyin şəxsi münasibətlərində və gələcəyə etdiyi stavkadadır. Gələcək nəyə görə deyirəm? Çünki əmin deyiləm ki, Pocognoli eksperimenti uğurla nəticələnəcək. Çünki Manchester United fərqli olaraq Monakonun o qədər də pulu yoxdur ki, heyəti düzəltsin. Gəlin Monakonun klassik bu heyətinə baxaq. Burada ən böyük problem artıq müdafiə xəttindədir. Müdafiə xətti öz-özlüyündə anormal şəkildə mövcuddur. PSG-dən yəqin ki, biz Kerreri tanıyırıq. Kerrer üçlü müdafiənin sağında oynayır. Kerrer əsas pas kanalıdır. Yəni bütün paslar əsasən ondan gedir. Komandanın rəqibi, məsəl üçün bir hücumçu ilə pressing edəndə Kerrer boşda qalaraq bir qədər topu özü ilə daşımağı meyilli oyunçudur. O biri oyunçulardan biri Salisudur, lakin digəri Caio Henrique'dir. Caio Henrique'nin belə bir özəlliyi var ki, ümumiyyətlə Caio Henrique sol cinah müdafiəçisi olub, hətta karyerasının əvvəlində sol cinah yarım müdafiəçisi olub, mərkəz yarım müdafiəçisi olub. Ona görə Caio Henrique'nin qərar qəbul etməsi və ümumiyyətlə müdafiədə oynaması çox bərbad səviyyədədir. Yəni ümumiyyətlə başa düşürsünüz, söhbətin absurdluğu o hansı səviyyədədir ki, yəni əslində profilinə uyğun olmayan bir mövqedə adam oynadılır və adamdan tələb olunur ki, əgər bir rəqib bir hücumçuda pressing edirsə, o pressingə say üstünlüyü təmin edən adamlardan biri, futbolçulardan biri məhz profilinə görə uyğun olmayan Caio Henrique'dir. Ortada Monakoda həmən wingbackləri görəcək, cinahları görəcək. Bu cinahlarda daha kimlər sınanmayıb? Bir tərəfdən Teze və Otara var, digər tərəfdən Vanderson və Diatta var. Amma onların heç biri profilinə görə, əlbəttə ki, Diattanı çıxsaq bir qədər, nominal olaraq cinah müdafiəçisi deyirlər. Onlar hər ikisi cinah müdafiəçisidir. Amma cinah müdafiəçisi, cinah wingback-i fərqli mövqelərdir. Biz yenə də Manchester United analogiyasına gedərək ki, universal dillə mən bunu izah edə bilim. Diego Dalot'un nümunə göstərə bilərik ki, hansı ki müdafiəçi kimi çox yaxşı, amma hücum planı çox axsayır. Bir qədər də Tezəni göstərmək olar. Teze özü nominal olaraq yarım müdafiəçidir. Ona görə Tezənin hücum planı yaxşıdır, amma Dialo'da olduğu kimi müdafiə planı problemlidir. Lakin qalan bütün futbolçular hamısı cinah müdafiəçiləridir. Və ən maraqlı eksperimentlər adətən Monakoda mərkəzindədir. Mərkəzində müxtəlif mövsümün dönəmlərində müxtəlif cütlüklər sınanıb. Burada 6-8 nömrələrdə əlbəttə ki, üçlü müdafiədən söhbət gedirsə, burada o həmin 3-4, o 4-ün ikisi nominal 6-8 nömrə olacaq. Onlardan biri
adətən Kulibalidir. Digəri isə indi 811 gündən sonra meydanlara yenidən zühr etmiş Paul Pogba'dır. Amma Paul Pogba'nın forması nə dərəcədə olacaq, nə yerdə olacaq bilinmir. Ona görə də bəzən onu həmin mövqedə və ya bəlkə də elə Qalatasaray maçda Paul Pogba'nın formasını nəzərə alaraq tez oynadı. Hansı ki, nominal olaraq cinah yarım müdafiəçisidir və cinah wingbacklərin birini funksiyasını yerinə yetirir. Bəzən Pocognol ümumiyyətlə anlaşılmaz eksperimentlərə gedərək nominal 10 nömrə olan Galavini orada oynadır. Bir növ Bruno Fernandes eksperimenti, amma Bruno Fernandes'in hücuma verdiyi plan, yəni qatqı daha çoxdur nəinki Galavinin. Galavin çünki daha çox buranın futbolçusudur və hücum üçlüyü öz-özlüyündə maraqlıdır. Yəni burada bizim Liverpooldan tanıdığımız Minamino var. Onunla yanaşı Arsenaldan tanıdığımız Arsenalın balaca əfsanəsi olan Balogun və çox istedadlı bir futbolçu olan Akluche var. Bəzən mövqələrin birində Ansu Fati də forma giyə bilir, xüsusilə 10 nömrə mövqeyində. Bəzən Monaco 3-4-2-1 taktikasında işləyir ki, harda ki Ansu Fati oynadığı halda Ansu Fati çox tez-tez içəri girməyə meylli olur. Ansu Fati olmadıqda burada Galavin olarsa və ya Minamino olarsa, Minamino əsasən Akluche'ni daha çox qabağa buraxır ki, özü arxadan gəlsin, bir növ üçüncü hücum kanalı kimi hücuma qoşulsun. Digər tərəfdən Monaco'nun Pocognol'un rəhbərliyi altında çox maraqlı uzun top taktikası var. Baxın, buna diqqət edərsiniz Galatasaray ilə maçda. Mən əminəm ki, bu ssenari dəfələrlə olacaq. Monaco bunu müxtəlif uğurluluq bir növ reytingi ilə dəniyir. Bəzən bu işləyir, bəzən bu işləmir. Deməli, bu nədən ibarətdir? Ssenari ondan ibarətdir ki, uzun top gəlir. Uzun topda bir futbolçu o topu qazanmağa meyilli olur. Adətən bu Balogun deyil. İzah edəcəm niyəsini. Adətən bu Minamino da deyil, çünki onun boyu o qədər də deyil və ya Ansu Fati deyil. Bu genel olaraq Akluche'dir. Bəzən Galavin bu mövqedə məcburan oynayır. Sonra ikinci futbolçu, bax burada artıq Minamino və Ansu Fati bu məsələdə mütəxəssisdirlər. Onlar ikinci topu qazanırlar və Osimhenin bir növ ən yaxşı bacardığı elementlərdən biri olan sürətdə müdafiəçini keçərək pası alıb qol epizoduna çıxsın. Bu iş üzrə Balogun mütəxəssisdir. Bəzən elə ssenari olur ki, Balogun 9 nömrə olduğu üçün başla mübarizəni udur. İkinci topla üçüncü topu öz aralarında Minamino və ya Galavin, Akluche oynayırlar və yenə də Balogunu elə qapıçı ilə təkbətək deməzdim təhlükəli epizoda çıxardılar. Hardakı Balogun öz sürəti ilə rəqib müdafiəçini geridə qoyaraq qol epizodu yaratmalıdır. Gəlin buna bir neçə misal nümunəsindən baxmağa çalışaq. Amma misallardan öncə onu qeyd etdim ki, Monaco göründüyü qədər də bərbad deyil. Yəni komanda belə taktika ilə həm çox yaradır, həm də qapısında çox buraxır. Məsəl üçün, gəlin bir neçə oyunun cəmi XG statistikasına baxaq. Bax, burada ekranda gördüyünüz kimi Manchester City ilə evində qopardığı bir halda əslində komandaların XG-si bərabər idi. Monacoda bu 1.45, City-də isə 1.54 idi. Və ya başqa bir oyun Lens ilə maçda hansındakı komanda 4-1 hesab ilə darmadağın olmuşdu. Burada Monaco'nun XG-si 2.7 idi, rəqibdə 3.16 idi və bu artıq yəni ki, çox şeydən xəbər verir. Eyni zamanda Spurs'la maçda hardakı Spurs'un qapıçısı Vicario sayəsində Spurs darmadağın olmadı, nəinki məğlub olmadı, komanda darmadağın olmalı idi. Həmin maçda da Monaco'nun XG-si 2.45 idi. Yəni 2 yarım qol, 2-3 qolluq epizod yaratmışdı. Yəni nəyə gətirəm? Komanda kifayət qədər hücum planında yaradır, amma nominal 6-8 nömrə cinah müdafiəçiləri probleminə görə və Caio Henrique elementinə görə əlbəttə ki, öz qapısında da çoxlu epizodlar görür və kifayət qədər də qol buraxır bunun sayəsində. Gəlin bir neçə misala keçək. Əlbəttə ki, bu build-up rəqibdən asılı olaraq 2-2-3-3, 2-3-3-2 və ya 3-2-3-2 ola bilər. Burada əsas diqqət etməli olduğumuz məqam Galatasarayın bizim fikrimizcə 2 oyunçu ilə Monaco'nun üçlüsünü sıxması olacaq. Çünki bu anda 3 mərkəz müdafiəçilərin heç biri qabağa gedə bilmir. Çünki əgər bir oyunçu məsələn təkcə nominal Osimhen rəqibi pressing edirsə, onu özlərinə 2 mərkəz müdafiəçisi götürür və 3-cü mərkəz müdafiəçisi hansı ki demişdik ki, PSG-dən transfer olan Kerrer topu özü ilə qabağa aparır. Buna ingiliscə ball progression deyilir və o elementi o kifayət qədər yaxşıdır. Ardından isə hücumun axışından asılı olaraq Monaco 8 nömrələrin birini irəli göndərir və nəticədə həmin o dediyimiz o formasiya ilə hücuma keçir. Məsələn, daha bir epizodda Monaco burada gördüyümüz kimi yüksək pressingdən rəqibdən topu alır və burada çox maraqlıdır ki, 6 nömrə daha çox dayaq yarım müdafiə funksiyasını yerinə yetirən Kulibali cərimə meydançasına girir ki, fərqlənsin və burada da Minamino ilə Akluche pressingdə kombinə edirlər və bu uğurlu hücumun elə bir təşkilində əsas rol oynamış olurlar. Personallara keçdikdə, əlbəttə ki, ilk öncə biz Balogundan danışmalıyıq. Balogun komandanın Osimhen elementinə malikdir. Balogun bir tərəfdən həm rəqibin ofsayd xəttini sürəti ilə pozmağa meyllidir, digər tərəfdən uzun-uzadı
pressing oyunundan komandanın canını qurtarır. Hardakı top itirmək riski çox böyükdür və komandanın vertikal oyununa şərait yaradır. Bir neçə epizoda baxaq. Məsələn, burada gördüyümüz kimi Akliuçenin çox ağıllı pası və Balogun burada yüksək müdafiə xəttindən çox effektiv şəkildə canını qurtarır, amma adamın bitiriciliyi göründüyü kimi o qədər də ideal deyil. İkinci epizodda bu dəfə Balogun fərqlənəcək. Yenə də baxın öz sürəti hesabına ofsayd tələsini qırır və bir dəfə də biz həmin o ofsayd tələsindən Balogun sürəti hesabını necə qırdığını görürük. Bu dəfə isə eyni analoji situasiya Spursa qarşı olur, amma bu dəfə bəxti gətirmir ki, Balogun fərqlənə bilmir. Komandada sözün həqiqi mənasında böyük potensiallardan biri, hansı ki, böyük gələcək vəd edir və çox güman ki, daha güclü komandaya keçə bilər. Bu Akliuçedir. Akliuçe nominal olaraq o 2-10 nömrənin sağında oynayanıdır, amma Akliuçe adətən bir qədər dərinə gedərək komanda müdafiə olunduqda və ya rəqib komanda pressing etdikdə komanda arxadan kömək eləyir və sonradan da cərimə meydançasında Balogunun belə bir nominal hücumçunun hərəkətindən asılı olaraq ikinci hücum dalğasını təmin edir. Gəlin Akliuçe'nin də bir neçə epizodla baxaq. Məsələn, burada Akliuçe Baloguna kömək edir ki, o Qalavinə qol pas atsın. Digər epizodda isə mövqe hücumundan qol gəlir və bunun səbəbi əlbəttə ki, Akliuçe'nin cərimə meydançasında ağıllı şəkildə girməsidir. Daha bir epizod Balogunla 1-2, yəni 1-2 oynayır və Balogun bu arada bu elementi onlar çox effektiv şəkildə tez təkrar edirlər və Balogun fərqlənir. Yenə də daha bir 1-2, yəni 1-2 Balogunla və bu dəfə çox gözəl, İngilizcə bunu dink deyirlər, biraz yuxarıdan gözəl bir pas. İndi isə gəlin Monakon problemlərindən danışaq. Yəni səmimi şəkildə etiraf edək ki, bu mövsüm çox şahanə mövsüm keçirən Galatasaray normal ötən mövsüm ki, Monako səfərinə getsəydi, orada çox ciddi şəkildə başı ağrıyardı. Baxmayaraq ki, Kristo'nun ayaqsı darmadağın etdi Galatasaray və bunu layiqli şəkildə etdi. Yenə də çətin səfərlər Galatasaray, ümumiyyətlə Galatasaray səfərlər çətin gəlir və bu idealda da çətin səfərlərdən biridir. Məntiqlə olmalıdır da, nəzərə alaq ki, burada məntiqsiz olaraq bir qədər maçın sonunda buraxdığı penalti ilə City xal itirdi. Ardından bəxtəbəxt Tottenham Vikarion sayəsində bir xal götürdü. Biz bu səfərin çətin keçəcəyini gözləyirik. Amma burada da Monakonun iki əsas probleminə görə Galatasaray nəsə qopartmaq iqtidarındadır. Çünki Galatasaray üçün ən pis ssenari formada olan və ya A oyunun nə olduğunu yaxşı bilən bir rəqibdir. Burada isə rəqib konkret olaraq ümumiyyətlə A oyunu yoxdur. Mövcud olan A oyununu komanda dağıdıb. Üstəlik də hər dəfə kimsə zədələnir və o zədələni malalamaq üçün artıq qeyri-mövqeyində oynayan futbolçular bir qədər də qeyri-mövqeyində oynamağa məcbur olunurlar. İlk öncə gəlin bunu taktik dillə izah etməyə çalışaq və sonradan Pocognoli'nin bir qəribə gedişini də sizə göstərəcəm. Taktik dillə danışanda məsəl üçün burada əgər Monaco vertikal oynamırsa, hansı ki komanda son zamanlarda daha vertikal oynamağa çalışır. Vertikal oynamadığı halda komanda topu arxadan səbirli build-upla qurur və burada ən vacib, ən belə komandanın yaxşı, məşhur bir müdafiəçisi olan Kerrer belə bir kobud səhvə yol verir və bunu biz nəyə göstərdik? Çünki buna oxşar qolu baxın bu epizodda Galatasaray Buda Glimtə qarşı vurmuşdu. Yəni eyni ssenari çox güman təkrar olunacaq. Sadəcə fərq ondan ibarətdir ki, burada Monaco 3-2 idi, Buda Glimtə bu 4-2 idi, amma top itirdiyi halda top itirən komanda daima qeyri-mövqeyində tutulur və bu da sonunda problemlərə gətirib çıxarır. Digər epizodda Monaco meydanın mərkəzində top itirir və bir növ domino effekti ilə qapısında qol alır. Üçüncü epizod isə biz həddindən artıq mərkəzə kompakt sıxışan komanda problemindən danışırıq. Burada Monaco müdafiəsi həddindən artıq kompaktdır və bu da Parisə imkan verir ki, topu cinahlara ötürüb oradan fərqlənə bilsin. Burada Nant tərəfindən komanda cəzalanacaq və əks hücumdur. Əks hücum 2-2-dir. Galatasarayın da sevdiyi ssenarilərdən biridir. Daha bir fraqment Nant oyunundan bu dəfə hücum sol cinahdan gəlir və bir pasla 3 oyunçu kəsilir. Və sonuncu olaraq əlbəttə ki, komandanın yenə də sürətli əks hücuma, hansını ki Galatasaray çox yaxşı bacarır. Həddindən artıq hazırlıqsızdır və bu epizodu gördüyümüz kimi komanda çox rahat şəkildə öz qapısına epizod buraxır. Daha bir problemli element kornerlər zamanı yaxın dirəkdir. Baxın, 3 korner göstərəcək sizə. Yəni göstərək ki, bu sadəcə istisna deyil. Hər 3 epizodda rəqib Monakonun yaxın dirəyini hədəf alır. Bu epizod Lenslə maçdandır. Baxın, digər epizod Parislə oyundandır və burada da gördüyümüz kimi 3-cü epizodda da komanda yenə də yaxın dirəkdən məğlub olur. Bir də ümid eləmək qalır ki, Pocognoli yenə də hansısa taktik eksperimenti gedəcək, hansı ki işləməyəcək. Pocognoli'nin belə bir eksperimentlərdən biri çempionatda millilərin son pauzasından öncə Lansa qarşı olmuşdu. Baxın komandanın heyətinə burada mən sizə izah etməyə çalışıram ki, qəribəlik nədən ibarətdir. Birinci olaraq Monaco burada gördüyümüz kimi nominal 8 nömrə mövqeyində Qalavinlə Akliuçe var idi. Nominal 8 nömrə mövqeyi burada o deməkdir ki, onların hər ikisi həm müdafiəyə, həm də hücuma kömək etməlidirlər. Amma faktiki olaraq həm Akliuçe, həm də ki Qalavin 10 nömrədir. Ona görə də ümumiyyətlə Lens çox rahatlıqla Monakonun mərkəzini
əzib keçə bildi. Ona görə də bu eksperiment böyük bir iflasa uğradı. Əgər Renə Monako qırmızı karta görə də 4-1 hesabı ilə darmadağın oldusa, bu maçda məhz həmin taktiki gedişin qurbanı oldu. Nəzərə alsaq ki, Qalatasaray bu mövsüm Çempionlar Liqasında kifayət qədər uğurlu çıxış edir. Bu da Pokoniolini qeyri-standart düşüncələrə vadar edə bilər və adətən Pokoniolinin hələ ki ilk stadiyada qeyri-standart gedişləri birmənalı şəkildə iflasa uğrayır. Sizin fikrincə Qalatasaray daha bir səfərdən uzaq qayıda biləcəkmi? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videonu bəyəndinizsə like edin və əlbəttə kanalımıza abunə olun ki, belə videoları buraxmayasınız.